Baxın, kontrol A eləyirik piktoqramı qurmaq üçün. Əlimizdəki olan lazımi siyahıdan istifadə eləyirik. Hı. Əlavə et, pivot table. Normalda baxın, tövsiyə edilən pivot table'lar var. Bunda ox vururuq. Tövsiyə edilən nədir? Yəni əlinizdəki olan datanın istifadə formudur. Məhsulun adını sürüşdürürəm sətirlərə ya da süzgəclərə ya da qiymətlər. Bir dəqiqə. Yox. Gətirib sürüşdürürəm məhsulun adını süzgəclərə. Satışım dəyərim, alış dəyərim, qazanc. Qazancı görsən sütunlara Mənim, sürüşdürürəm də. mənim sürüşdürməni necə edirsiniz? Muşqanı tutub sağa çəkirsiniz aşağı, yoxsa Sağ necə saat düyməni üstünə bəli tutub? tutub sürüşdürürük və sürüşdürürük bu hissəyə. Tutduq, qaytardıq bura vəssalam. Aha. Gəldik bura. ƏDV dəyəri üçün də gəlirəm bura. Bundan sonra bunun əsasında əlavə et. Aha, bax indi qayıtdı. İndi düz işləyir. Görürsüz də bu cədvəli. Daha doğrusu bu şəkli görə bilirsiniz deyə Bəli, düşünürəm. Çox saylı element görsənir. vurdum. Sağ düymə, pivot seçimlərində verilənlər fayl açılarkən verilənləri təzələ. Bu qalçıqaya qoyuram. Verilənlərdə fayl açılarkən verilənləri təzələ. Ok düyməsinə vururam. Ondan sonra bura gəlirəm. Ctrl A eləyəndən sonra redaktə, süzgəci təmizlə. Süzgəci təmizlədim və yenidən gəlirəm bura. Bura gəlirəm. Süzgəci bir dəfə də iki dəfə təmizləmək lazımdır ki, bəzən görürsüz açıqda qalır bu. Gəldim bura. Məsəl üçün bir dənə bu. Drone. Məhsulun adı burada çıxır. Bunu qaralayıram. Daha qaralamadım bir dəqiqə. Bunun rəngini dəyişirəm qırmızı və biz görək deyə, bunu başa düşək deyə. Gəldim. Çox saylı element seç vuranda. Sonra hamısını seç vuranda avtomatik bura gördüyünüz kimi gəlir. Burada görürsüz series üstündən vərəqdən çıxarır bunların hamısını. Normalda biz bunu çıxara bilmərik. Çıxara bilərik, niyə bilmirik? Prosto söhbət nədir? Söhbət burada budur ki, biz bunu vizual olaraq çox yoruruq. Baxın, gəldik bura. Fırça işarəsinə vururuq. Görürsüz də bunları. Rəqəmlərdir. Sadəcə rəqəmlərdir. Gəldik bura. Bu rəngini dəyişə bilirik. Ondan sonra burada verilənlərdən baxın. Bunu vuranda rəqəmlər görsənir, məbləğlər görsənir. Bunu götürürük. Sağ düymə. Legendi formalaşdır. Yuxarı, yox. Bunu sola verək. Sağ bu hissəyə verək. Sürüşdürüm aşağıya. Burada da eyni formadadır. Bu qalçıqaya toxunandan sonra rəqəmlər gəlir. Yəni bax buradan. Çalışın toxunmayın bu hissəyə. Bura gəldi. Buradan götürdük. Bu üçünü məsələn seçirik. Statistik imkan nədir? Piktoqram. Piktoqramda məhsulun adını seçdik, düzdür? Baxın, hamısına vursan vizual olaraq hamısını burada belə göstərir. Burada da bu cür rəqəmləri göstərir. Bu nədir? Bu o deməkdir ki, bu orada verilən datadır. Məsələn, məhsul adına görə axtarış edirəm, düzdür? Məsələn, gəldim, monitoru seçirəm, mikrofon seçirəm, klaviaturanı seçirəm, kalkulyator, GPS navigator. Baxın, bu seçilmiş məhsullardan bu işarə olan, yəni göy rəngdə işarə olan 130 manat, 95 manat arası alış satışı var.
Birincisi satış məbləğidir deyə ona görə, ikincisi alış məbləğidir deyə ona görə, yəni 130 manata satışımdır, 95 manata alışımdır. Burada mən məhsulun adına görə filtr vermişəm axı. Görürsüz? Baxın bu hissədə də çoxsaylı elementlər var. Gəlirik aşağı. Çoxsaylı elementləri vurmadan öncə baxın. Gəlirik bura, aşağı düşürəm. Görürəm, bax GPS navigatordur, kalkulyatordur, klaviaturadır, mikrofondur. Bunları mən görürəm, düzdürmü? Bunun əsasında da vizual baxış olaraq da mən bunu görürəm. Ona görə gəldim bura, sağ düymə, pivot tables yox, bir dəqiqə. Mən məhsulların adını sahə seçimlərindən məhsulun adını gətirib elə verməli idim ki. Çünki məhsul adı əsasında görəsiniz. Xanaları formalaşdır. Bura necə gəldi? Baxın. Gəlirsiniz birinci ilk başa, sağ düymə. Sahələr siyahısını göstərə vurandan sonra bir dəqiqə bunu saxlayaq burada. Bunu sürüşdürək aşağı. Aha. Sətirlər bölümünə məhsulun adı, alış məbləği, satış məbləği, digər tərəfdə isə qiymətlər, cəm, qazanc dəyəri, cəm ədəbi üzrə dəyəri. Bunu göstərir. Çünki bayaqları mən seçdiyim məhsullar var idi. Gördünüz? Bayaq dronu mən qırmızı eləmişdim. Bunu mən rəngini qaytarıram, qara eləyirəm. Bunlar qara olsun. Bu məbləğ 2 var. Buradan baxın plus minusa da vururam. Niyə plus minusa vururam? Baxın, üstdəki bizdə alış məbləğidir. Altdakı da satış məbləği. İndi sizdə belə bir sual yaranır. Müəllim, bunu nəyə əsasən deyirsiniz? Yenidən gəlirəm bura. Sağ düymə, sahələr siyahısını göstər. Baxın, alış məbləği hansıdır? Üstdədir. Altdan hansıdır? Satış məbləğidir. Mən bunların yerini dəyişsəm, gördünüz? 1200 950 manat. Düzdür? Yəni 1200-ə satmışam, 950 manata almışam. Mən bunu yerini dəyişsəm, 950 manata almışam, 1200 manata satmışam. Öncə bizə alış, yəni 5 manat verib alıram, 10 manata satıram. Burada qazancım nədir? 5 manat dəyərlidir. 5 manat burada mənim xeyrim var. Ondan sonra, yəni qazancdan sonra mən burada piktoqramda qazanc dəyərimi görürsüz də, bu qazanc dəyərimi. Bu qazanc dəyərimi burada da görməyim üçün bir dəqiqə qazanc dəyəri sürüşdürürəm bunun qabağına. Gördünüz hara sürüşdürdüm? Bir də təzədən geriyə vereyim, siz də baxın. Bu qazanc dəyəri burada idi. Qazanc dəyəri burada idi. Mən qazanc dəyərini qiymətlər bölümündən çıxarıram. Baxın, bu hissədən çıxarıb verirəm ən aşağıya. Alışım, satışım, qazancım. Başa düşdünüz? Başa düşə bildin mən dediklərimi? Təmiz yox. Belə də mən birisine oxşuram. Əlifbanı bilmirəm, elə bir söz öyrənməyə çalışıram. Kopya elə özümü elə bir hiss edirəm Çünki dərsdə. dərslərə əvvəldən daha diqqətlə baxsaydınız elə olmazdı. Hə, dərsdə əvvəldən qoşulmuşam deyə bir şey demirəm. Onları indi hamısını gəlib oturum izləyim, baxım. Bəli. Yəni burada belə deyim. Bu mənim alışımdır. Satışımdır, qazancımdır. Mən müəllim bayaq dedim, bu sualı nəyin əsasında verirdi? Gəlirdim ərazisinə, sahəyə, sağ düymə, sahələr siyahısını göstərə vuranda, baxın, mən bu qazanc dəyərini verirəm məhsulun lap üstünə. Bu görürsüz, yəni biz üçün lazımlı bir data alınmır da. Bunu sürüşdürürəm qazanc dəyərini alışla satışın arasına. Alış eləyirəm, qazanc, satış. Bu da məntiqsizdir. Mən deyirəm qazancı verim ən aşağıya. Bir dəqiqə, qazancı sürüşdürürəm ən aşağıya. Alışımdır, satışımdır, qazancımdır. Burada necədir? Baxın. Məhsulun adıdır, alışımdır, satışımdır. Bir dəqiqə. Satışımdır, bu da qazancımdır. Burada əks eləmə məsələsi budur.
Burası okeydir məncə. Vurduq bura, sağ düymə, yox. Bir dəqiqə. Hə, məhsulun adını seçirəm. Məsələn, mənə hansı məhsullar lazımdır? Mənə lazımdır mini PC, mikrofon, klaviatura, oyun konsolu, notebook, monitor. Oku vurdum. Bax, alış klaviaturanı götürürəm. Alış dəyərim 95 manatdır. Satış dəyərim 130 manatdır. Qazancım da 35 manatdır. ƏDV məbləğim də 6 manat 30 qəpikdir. Düzdür? Nə idi bu məsələ? Baxın klaviatura. Gəlirəm bura çox sadə. Məhsullar bölümündən klaviatura yazdım. Gördünüz avtomatik çıxdı. Ok düyməsinə vururam. Alışım 95 manat, satışım 130 manat. Düzdür? Baxın. Alışım 95 manat, satışım 130 manat, qazancım da 35 manatdır. Baxın. 95 manat, 130 manat, 35 manat, 6 manat 30 qəpik də mənim ƏDV dəyərim. Satış məbləğini eləyirəm 200 manat. Məlumat dəyişirəm. Vərəqə gəlirəm. Baxın. Burada dəyişmir məlumat. Səbəb. Bunun səbəbi nədir? Baxın. Gəldik bura, toxunuram. Sadəcə heç nə eləmədən. Mən bunu, belə göstərdim də. Bura toxunduqdan sonra bu məlumat dəyişməlidir axı. Düzdür? Klaviaturadan. Gəlirəm verilənlər, hamısını təzələn menüsü var burada. Vurandan sonra gördünüz necə dəyişdi? Baxın 200 manat elədi bunu. Mən bunu indi eləsəm, məsələn 400 manat, 400. Bunu da almışam 100 manat. Məsələn də indi məlumat dəyişir. Sakitdir ki, məlumatlar dəyişir. Bax, axı 200 idi, düzdür? 105 manat dəyərim, qazancım var idi. Gəldim bura, sadəcə bir də buna toxunmaqla görürsüz, bu da dəyişdi. Buradakı məlumatlar da belə dəyişdi. Piktoqramın əsas xassələrindən biri də data analitik öyrənənlər üçün lazımdır. Sizə də lazımdır. Çünki siz normal bir gündə Excel-də istifadə edəndə bu məsələlərə dair olan problemlər vizual olaraq baxımdan həll olunur. Məsələn, bir sahibkarın qabağına çıxmaq istəyirsiniz ki, yəni bunu göstərmək üçün. Yəni siz düşünmədən belə, yəni necə deyərlər, o tam olaraq bunu görür, vizual olaraq göstərib başa salmaq kimi bir funksiyamız var, bir lüksünüz var sizin. Burada da nədir? Burada da məhsullar, menyunu getdikcə qısaldırsan, böyüdürsən, hətta daha da böyük vəziyyətə gəlir. Yəni buradakı olan menyunun açıb bağlamaq üçündür. Daha çox yəni açıb, bağlayıb təqdim eləmək üçündür. Pivot table hələ ki bura qədərdir. Növbəti dəfə pivot table-un vizual statistik baxışıdır. Bu vizual baxışıdır. Növbəti dərs vizual statistik baxışıdır. Bu dərsləri çalışın öyrənin. Dərslərə baxan da, baxıb dərsdə iştirak eləyən də, eləməyən də. Çünki ayın axırı imtahanınızdır, az qalıb, 10 gününüz qalıb. Çalışın bunlara hazırlaşın. Başqa bir sualınız, cavabınız? İmtahanın suallarını siz hazırlayacaqsınız. Nə keçmişsə o elə. Xeyr, Yoxsa kim rəhbəri rəhbərlik yazılacaq. edir? Rəhbəri. Yaman ilişmisiniz. Əvvəl mən hazırlayırdım, indi rəhbəri hazırlayır. Rəhbərlik deyir, qardaş, görüm hələ sən nə dərs keçirsən bu cəmaata? Təhsil ocağında bu cəmaata nə deyirsən? Nə öyrədirsən ümumiyyətlə? Nədir məqsədiniz, fikriniz? O şeyləri belə dərs başlıqlarını deyir, temaların rəhbərliyi qoyur ki, bu günləri məsəl üçün bunu öyrətməlisən, sabah bu ay ərzində bunu keçməlisən. Elə yox. Ya, ay ərzində Ha, tamam. keçdiyim dərslərimi rəhbərliyə təqdim edirəm, o da onun əsasında sual yaradır. Test yaradır. Anladım. Nə istəyirsiniz mən verim sualları sizə? Yox, elə belə soruşdum. Ya, başa düşürəm, indi rahatlığınız üçün, amma baxın. Yəni öyrənməyiniz sizin plusunuzdur. Öyrənin. Vallahi öyrənin. Keçdiyim dərsin 80%-ni öyrənsəz sizə bəsdir. Kaydı